Bu videodan sonra əl çəkə bilməsən, söyə bilərsən. O qədər asan yol göstərəcəm ki, 2 saniyə çəkəcəksən. Götür qələmini, başlayaq sifarişin üzərində göstərim. Birinci trapesiyadan başlayırıq. İndi bu trapesiya hansı hissədir deyə göstərəcəm. Məsəl odur ki, buradakı məsafəni biraz düzgün göstərəsiniz və xəttləri gördüyünüz kimi əydim. Bu barmaqların bu hissəsindən əlin o tərəfinə qədərdir. Yəni biz barmaqları içinə daxil eləmirik. İndi isə barmaqların xəttlərini çəkirik. O kvadrat çox uzun deyil. Sadəcə düz baxır. Bunları da qeyd eləyəndən sonra baş barmağımızı da qeyd eləyirik. Onun uzunluğu hələ ki önəmli deyil. Əsas odur xəttlərini bu tərəfdən qeyd elə. Və istəsən qolun bu hissəsini də çəkə bilərsən. Onlar xətti biraz əyilir. Bax bu şəkildə, amma paraleldirlər mütləq. Və başlayırsan barmaqları qeyd eləməyə. Əsas odur məsafəni çox böyük, nə də çox balaca götürmə. 4 dənə barmaq burada yerləşdirməlisən və aralarında məsafə qoy. Çox az məsafə qoy. Çox böyük götürmə. Mən bunların yerlərini qeyd eləyəndən sonra pozanla siləcəm. Siz də pozanla rəsmi yumuşaldıb keçirsiniz formalara. Mən sümükdən başlayıram bu tərəfdən, amma istəsən barmaqlardan da başlaya bilərsən. Baş barmağın formasını səska kimi çəkirsən. Yəni indi bu dəqiqə önəmli deyil ki, tam dəqiq forma verəsən. Əsas odur bu xəttləri belə qeyd elə. İndi barmaqların necə çəkilməsini göstərəcəm. Əsas sümük hissələr var ha bizdə. Bax bu içəridə gördüyün xətti qeyd elədim. Bax fikir versən, indi hər tərəfdə o xətti qeyd eləyəndə sənə aydın olacaq. Yəni bax formanın davamını gətirirəm indi. İkinci barmağa keçək. Görürsüz, bu xətti təzədən çəkdim içəridə. Fərqli istiqamətdədir. Başda görürsüz, xəttlər baxır o tərəfə. Baxın, eyni bu formada hamısını təkrarlayırsınız. Əsas odur ki, sümüklər var barmağımızda. Onları biraz qabarıq çəkirsiniz. Amma belə forma düz gəlir. Görürsüz, hamısı V hərfi kimi birləşir. Qalınlığı demək olar eynidir. Sadəcə barmaqların uzunluqlarını eyni çəkmə və bu şəkildə dırnaqlarını da qeyd eləyirəm. Forması hazırdır. Işıq kölgəni də öyrənmək istəyirsinizsə, ikinci partiyada çəkə bilərəm. İstəyirsiniz? Bundan əlavə onlayn rəsm dərsləri keçirəm və portret sifarişləri qəbul edirəm. Əgər sənə maraqlıdırsa, şəxsiyə yaza bilərsən.